Hakkında danışaq. İsmin quruluşca növləri. İsmin quruluşca növlərini biz çalışaq ki, gözümüzdə böyütməyək. Lövhədə bu qədər şey var deyə qorxu hürküyə düşməyək. Əzbər tələb olunmayacaq. Sadəcə məntiqlə başa düşmək üçün lazım olan bəzi şeylər var. İsmin quruluşca 3 növü var. Sadə, düzəltmə və mürəkkəb. Əzbərdən bilirik artıq hamımız. Sadə isimlər kök və qrammatik şəkildən ibarət olmalıdır. Kənd, qənd, nə deyək, şəhərdən, kitabdan, kitab və s. Bunlar oldu sadə isimlər. Düzəltmə isimlər isə iki qrupa bölünür. Adlardan düzələnlər və feillərdən düzələnlər. Adlardan düzələn deyəndə biz sadəcə ismi nəzərdə tutmuruq. Təbii ki, bunu bilirsiniz. Adlardan düzələn şəkilçilər özü iki əsas qrupa bölünür. Milli mənşəli şəkilçilərlə düzələnlər və alınma mənşəli şəkilçilərlə düzələnlər. Artıq danışırıq düzəltmədən deməli. Belə, lövhənin əsasən sol tərəfindəki, hansı ki sağla işarə edirəm, bunlar milli mənşəli şəkilçilərlə yarananlardır. Çı, çu. Nə deməkdir bu? Yəni bizə bir dənə isim verir, isim. Bir dənə, yaxud da belə deyək ki, bizə bir dənə ad verir, yaxud da söz verir. Bilmirəm, addır, feildir, nədir, hərəkətini bildirir. Onun üzərində şəkilçi artırıb. Ya mən bunları tapmaq üçün əzbərdən hamısını bilməliyəm ki, bu hissə olur adlardan düzələnlər, digər hissə olur feillərdən düzələnlər. Bunu da əzbərdən bilir deyə mən o üsulu sevmirəm. Necə sevmirəm? Yəni belə getdik. Baxıram xəbərçi sözünə, düzdürmü? Bunun kökü nədir? Xəbərdir. Xəbər nədir? Ad bildirib da, düzdürmü? Xəbər ad bildiribsə, bu xəbərçi sözü adlardan düzələcək. Vəssalam, tamam. Kəndli, məktəb. Kənd, məktəb. Nədir? Addır da, düzdür? Deməli, lülü nəyin üzərinə artırılacaq? Adlardan isim düzəldəcək. Adlardan. Kənd ad bildirir, məktəb ad bildirir, xəbər yəni ad bildirir və onların üzərinə əlavə olunan şəkilçilər də yenə isim yaradacaq. Nəydən? İsimdən isim yaradacaq. Yəni adlardan isim yaradacaq. Laq şəkilçisi, buz. Buz isimdir, düzdürmü? Laq şəkilçisini artırıram, buzlaq. Yaratmışam nə? Yenə isim. Adlardan isim düzəltdik. Cığazdır, cildir, çü-çüdür, ça-çədir, lıq-lig, lug-lüc, cıq, daş və çılıq şəkilçisi adlardan isim düzəldən milli mənşəli şəkilçilərdir. Baxaq, davam eləyək. Cığaz, qızcığaz, xalamgil, sizinki. Bax, ad deyirəm də, yəni təkcə isim nəzərdə tutulmur ki, ad. Qazança, bax, qazan. Qardaş, qardaşlıq, ev, evcik, sir, sirdaş. Belə bir şəkilçimiz var. Burada təbii ki, çı ilə lıq ayrılıqda işləmir, bir işlənir. Düşmənçidən düşmənçilik yarada bilmərəm ki, mən düzdür, belə eləyə bilmirəm. Eləyə bilmirəmsə, mənanı pozursa bir götürürəm. Narahatçılıq bu şəkildə, bu sözlərdə də çılıq şəkilçisi hissələrə parçalanmadan verilir. Daha sonra bunlar birinci tərəfdəkilər, deməli, adlardan isim düzəldən milli mənşəli şəkilçilər oldu. Hansılar? Bunlar. Bunları isə yenə adlardan isim düzəldəcək, amma alınma mənşəli şəkilçilərdir. İyyatdır, dardır, atdır, ividir, gərdir, zadədir və s. Elə baxanda da bilinir ki, alınmadır. Ədəbiyyat. Hesab sözünə dar şəkilçisi yaradıb, hesabdar, insan, xəzinədar mənasında. Xəzinədar da yaratmaq olar. Sonra təmin, təminat, xaqan, xaqani, mis, misgər, əli, zadə, fərziyyə, realist, keş, əzabkeş, stan, Gürcüstan, şünas, dinşünas, dilşünas, ov, ova, yev, yeva, Əkbərov, nə bilim, Əkbərova və s. Əliyev, Əliyeva və s. də burada həmin alınma mənşəli şəkilçilər hesabına da yarana bilər. Xanadır, izimdir, bazdır. Məsəl üçün, kitabxana, realizm, kəndir, baz. Yenə də deyirəm, bunları əzbərdən heç biriniz bilməyəcəksiniz. Sözə baxacaqsınız. Kəndir sözünə baz şəkilçisi əlavə eləyir. Mən bilməliyəm ki, sadəcə baz alınmadı, amma kəndir nədir? Ad bildirir. Yenə ona qoşulan şəkilçi sonda nə bildirib? Ad bildirib da kəndirbaz. Yaxud da keş, əzab sözü. Əzab nə? Əzab. Keş şəkilçisi qoşulub, yenə də əzabkeş yaradıb. Belə. Əzabkeş, yəni əzab verən
mənasında. Kim? Burada necə deyil. Daha sonra var feillərdən isim düzəldən şəkilçilər. Bunlar adlardan düzəldi. Adlardan düzələnləri iki yerə böldük. Milli mənşəli sözlər hesabına, milli mənşəli şəkilçilər hesabına və alınma mənşəli şəkilçilər hesabına. Milli, alınma. İndi isə feillərdən düzələn isimlərə baxaq. Burada milli alınma söhbəti yoxdur. Ona görə də çox rahatdır onları tapmaq. Deməli, ış şəkilçisi ilə baxış, döyüş. Bax nədir? Bax sözü hər halda ad deyil də, düzdürmü? Bax. Elə ki, əmr edirəm, hərəkət var. Baxdan baxış yaratmışam. Nəyisə döyməkdən döyüş yaratmışam. Nə yaratmışam? Döyüş. Deməli, feildən, kökdən nə yarandı? İsim yarandı. Feildən, döy feilindən ış, iş, uş şəkilçisini artırdım, döyüş yaratdım. Nə? Döyüş, isim yaratdım. Düzdürmü? Icı, ici, ucu, ücü şəkilçisi. Al. Nə et? Al, alıcı. Kim? Artıq. Gördük? Əkdən, bitdən əkin yaratdım, biçin yaratdım. Nə? Əkin sahəsi, biçin sahəsi yaratdım. Feilin üzərinə əlavə elədim mən bu şəkilçini, isim yaratdım. Çığırmaqdan çığırtı yaratdım. Sancdır sözün kökü, ölçdür, qorxdu, çəkdi. Sancdan sancı, ölçdən ölçü və s. Sanc. Nə et? Bax, sancmaqdan sancı yaratdım. Nə? Sancı. Nə? Ölçdən, nə et? Ölçdən, ölç. Nə et? Ölç. Ölçü yaratdım. Nə? Ölçü. Nə bilim, ölçü vahidi, çəki vahidi. Gəl, gəlir sözünə fikir verək. Buradakı ır, ir, ur, ürü biz indiki zaman mənşəli sözlə qarışdırmayaq. Gəlir mənbəyi mənasında işlənilən sözdür. Inc, qaxınc, qaxdan qaxınc. Intı kəsintidir, söküntüdür. Bax, kəs, kəsinti. Gəl şəkilçisi, bölgə, döngə və s. Qın, qırğın. Mamə, süzmə. Burada vurğuya fikir verməli. Qoşma. Bax, süzmə. Süzmə. Süzmə sözü, süzmə, inkarını işlətmirəm. Süzmə. Vurğu axıra düşüb. Süz feilindən yaranıb. Qoşma. Qoşdan yaranıb. Aydındır? Daya, daya, döşə. Deməli, dayamaqdan, nəyisə dayamaqdan dayaq yaratmışıq. Döşəməkdən də döşək yaratmışıq. Sevdi sözün kökü, sevdən sevgi, duydan duyğu. Bu şəkilçilərin də hesabına deməli biz feillərdən də düzəltmə isimlər yaratdıq. İndi haqqında danışaq mürəkkəb isimlər. Keçək mürəkkəb isimlərə. Mürəkkəb isimlər iki və daha artıq ismin birləşməsi yolu ilə yaranmalıdır. Mürəkkəb isimlər deməli bitişik və defislə yazılacaq. Deməli əksəriyyətini mən yazmışam bura. Daha çox işlənən və bizə lazım olan məqamları, yəni yazılış formasını və mürəkkəb isimlərdə bir vurğu altında deyilmə söhbətinə biz gəlin fikir verək. Mürəkkəb isimlərin əksəriyyəti bir vurğu altında deyilir. Amma necə? Baxaq. Məsəl üçün, bunlar bitişik yazılan mürəkkəb isimlərdir. Digər tərəfdə də mən defislə yazılanları yazmışam. Adətən, bax görürsünüz, isti və ot sözləri. İki və daha çox müstəqil mənalı sözün birləşməsi ilə yaranıb. İsimlərdən gedir söhbət. Baxın, iki müxtəlif mənalı sözün birləşməsi ilə yaranıb. İsti və ot sözü bir-birindən əlaqəsi olmayan sözlərdir. Qara və toyuq sözü bir-birindən əlaqəsi olmayan sözlərdir. Birləşib nə yaradıb? İsti ot, vurğu düşür, qara toyuq, vurğu düşür, axıra. Aydındır? Bax, bu iki müxtəlif mənalı, məzmunlu sözün birləşməsi ilə yaranan qaydadır. Birinci. İkinci, meşəbəyi suiti. Burada mənsubiyyət şəkilçili sözün əlavəsini görürük. Bax, əslində bu nədir? Suyun itidir da, düzdürmü? Əslində bir növ bu nədir? Suyun itidir. Düzdürmü? Buradakı şəkilçimiz nə oldu? Deməli, mənsubiyyət şəkilçili sözün hesabına yarandı. Meşə və bəy sözləri, su və it sözləri, deməli, mənsubiyyət şəkilçili sözün hesabına mürəkkəb deməli, sözləri biz nə elədik? Yaratdıq. Sonra sadə və deməli, düzəltmə sözlərin birləşməsi hesabına. Soy, qırım. Bax, qırım. İkinci tərəfi elə ki, parçalayıram. Əslində buna haqqım yoxdur mürəkkəb sözlərdə. Sadəcə necə birləşib onu yazırıq. Soy və qırım sözlərinin hesabına. Qanuna uyğunluq. Buradakı A zaten ismin hallarına mənsub, ismə mənsub olan şəkilçidir deyə biz nə demişdik? Sadə, bu qayda, üçüncü qayda sadə və düzəltmə sözlərin hesabına yaranan mürəkkəb sözlərdir. Biz nə demişdik?
Deməli, sadə sözlər yalnız bir kökdən ibarət olanlar deyildi. Kök plus qrammatik şəkilçi hesabına. Qanun, qanuna heç bir fərq yoxdur. Düzəltmə deyil ki, sadədir də. Uyğun, bax, uyğun, uyğunluq. Deməli, birinci tərəfi sadə, ikinci tərəfi düzəltmə sözün birləşməsinin hesabına. Birinci tərəf sadə, ikinci tərəf, bax, düzəltmə. Aydındır? Sonra, dördüncü qaydamız. Tərkibində fe'li sifət işlənən sözlər. Soğuran, bax, an ən şəkilçisi ilə bax, toz soğuran, günə baxan və s. Ha-a bitişdiricisinin deməli köməyi ilə 5-ci qaydamız. Vur, havur, qaça-qaç, basa-bas və s. Deyir, basa-bas düşdü, qaça-qaç düşdü, vur, havur başladı və s. Sonra, tərkibində Gülağadır, Aləmşahdır, Ağabəydir və s. Tərkibində ağadır, şahdır, bəydir, xatundur və s. sözləri olanlarda bitişik yazılır. Bu şəkildə Gülağa vurğu axıra düşür. Aləmşah vurğu axıra düşür, Ağabəy vurğu axıra düşəcək. Bunlar oldu bizdə bitişik yazılan mürəkkəb isimlər. İndi isə keçid alaq defislə yazılan mürəkkəb isimlərə. Defislə yazılanlarda eyni sözün təkrarı ilə yaranma qaydası var. Deyir, ev gəzdim, ev, aşıq. Bu oldu nə? Eyni sözün təkrarı ilə yaranan defislə yazılan mürəkkəb isim. İkincisi, toz torpaq, oğul uşaq, toyuq cücə. Bunlar bizə nəyi xatırladır? Bunlar bizə yaxın mənalı sözlərin hesabına yaranan mürəkkəb isimləri xatırladır. Üçüncü qaydamız antonimlərin, yəni əks mənalı sözün hesabına yaranan mürəkkəb isimlər var. Gedər, gəlməz. Gedər, gəlməz. Gedər nə edər, gəlməz nə etməz. O mənada deyil. Deyir, gedər, gəlməzə düşdü elə bir. Nəyə düşdü? Bax, o mənadadır. Dost, düşmən, əks mənalı sözlərdir. Bunlar hər biri. Sonra tərəflərindən biri ayrılıqda işlənə bilməyən mənalı sözlərin yaranması ilə. Kağız sözü var bizdə, amma çoğuz yoxdur. Amma bax, defislə yazılıb. Kağız, çoğuz, dəmir, dümür. Dəmir var, amma dümürü işlətmirik. Aydındır mı? Yəni, ayrılıqda işlətmirik ha bunları. Defislə yazılan mürəkkəb sözün tərkibində təbii ki, əmələ gəlmə yollarında var. Həddi büluğdur, tərcümə haldır, tərz-i hərəkətdir və s. Bunlar nədir? İzafət birləşmələrdir, izafət tərkiblərdir ki, ərəb-fars mənşəli sözlərdə əksərən biz onları görürük. Əksdir, eksdir, vitsedir, oberdir, konturdur. Məsəl üçün, vitse-prezident, kontur-admiral, əks-inqilab və s. bu sözlərdə də deməli defisə bax da. Kontur-admiral, admiral və s. nələr yaranacaq? Defislə yazılan mürəkkəb sözlər yaranacaq. Çalışaq əzbərləməyə, çalışaq mahiyyəti başa